Bir qədər məni yola sal, sonra qaydarsan. Sür bala. Rüstəm, sevinirəm ki, nəinki bu rayonda, hətta bütün respublikada yaxşı ad qazanmısan. Ən geridə qalan qalxozu qabaqçılılar cərgəsinə çıxartmısan. Fəxr edirəm ki, xalq arasında hörmətin var. Eşitdiyimə görə, elə bir iclas yoxdur ki, sən onun riyasət heyətində oturmayasan. Hətta deyilənə görə buna o qədər adət eləmisən ki, seçilməmiş də keçirsən yuxarı başa. Bizim barəmizdə danışmasalar olmaz ki. Daha nə deyirlər? Bir də deyirlər ki, ağıl ağıldan üstün olur. Rüstəm, sən yaxşı bilirsən. Bizdə elə bir devr vardı ki, bir adamın fikri hökm şəkil almışdı. O devrin acı xatirələrini bizim nəslimiz heç bir zaman unuta bilməz. Kim ki cəmaata xor baxır, elə bil öz əli ilə öz şamını söndürür. Bir də unutma ki, bu cəmaat səni sədr seçməklə öz düşünmək ixtiyarını sənə verməmişdir. Şərəf, deyəsən axı sən Yox, mənimlə... mən səninlə bir dost, bir cəbhə yoldaşı kimi danışıram. Xalqın etibarını itirmək böyük faciədir. Bu günlərdə Qızıl Bayraqdan sizə nümayəndələr gələcək. Yarışı yoxlamağa hazır ol.